Oktyabrın ortasından başlayaraq gələn həftələrdə bəzi bürclər maliyyə sahəsində böyük şanslar yaşayacaqlar. Oloqların proqnozlarına əsasən, bu dövrün ən diqqətə layiq bürcləri aşağıdakılardır. 1. 20 aprel 20 may. Buğal üçün 2025-ci ilin noyabrına qədər əhəmiyyətli maliyyə dəyişiklikləri gözlənilir. Marsın xüsusilə danışıqlarda və işgüzar məsələlərdə gücləndirəcək. Bu dövr uğalar düşüncə aydınlığı və inandırıcılıq nümayiş etdirəcəklər ki, bu da onlara öz dəyərlərini nümayiş etdirməyə və gəlirli müqavilələr bağlamağa kömək edəcək. 2. Lento Daz 1 noyabr. Əqrəblər üçün maliyyə artımı 3 əlverişli dövr başlayır. Uzun zamandır üzləşdikləri çətilərdən sonra indi tam sağalıblar və yeni işlərə başlamağa hazırdırlar. Onlar sövdələşmələri bağlaya və ilarını böyük effektivliklə təbliğ edə bilərlər. Ardıcıllıq uğurun açarıdır. Zirvədə maq üçün hərəkətlərində ardıcıl olmaq lazımdır. Şir iyul 20 avqust. Lentantaz en maliyyə imkanları yaşayacaq və rəqabdən fərqlənəcəklər. Marsın Əqrəb bürcündə olması onlara hədəflərə çatmaq və yeni kanlar kəşf etmək üçün güc verir. Noyabr ayına qədər Şir bürcü ilk baxışda çox yaxşı görünən, promosyon, istərsə də yan layihəyə başlamaq imkanlarından istifadə edib əhəmiyyətli gəlir əldə edə biləcək. 4. Oğlaq dekabr 19 yanvar. Oğlaqlar məqsədlərin Lentintaz və maddi mükafatlar qazanacaqlar. Təkbaşa işləməyə meyilli olmalarına baxmayaraq, xüsusilə oktyabrın ikinci yarısında layihələri və şəbəkələşməni mənimsəməlidirlər. Onların strateji düşünmə qabiliyyəti böyük qazanca çevriləcək. 5. Dolça 18 fevral. Dolçalar maliyyə nəticələri üçün fəal şəkildə Lent-az enerji və qətiyyət tələb edəcək. Təkcə bir K deyil, həm də əlaqələr həlledici rol oynayacaq. İnsanlarla görüşmək və ünsiyyət qurmaq, karyera və yə yüksəlişinə nail olmağa kömək edəcək. Düzgün yanaşma ilə bu dövr 2025-ci ilin ən uğurlu karyera dövrlərindən biri ola bilər. Qeyd, bu proqnozlar oloji analizlərə əsaslanır və hər bir fərdin şəxsiyyətinə və həyat şəraitinə görə fərqlən taza bilər. Hər halda bu dövrün bürclər üçün maliyyə baxımından əlverişli olacağı gözlənilir.